Əslində kətinin üstündə gümüşü rəngli adama bənzi bir balıq oturmuşdu. Bu Erik idi. Apardı səhnəyə çıxdı və üzünü robota tutub dedi. Aparıcımız gəlsin. Erik, oyanmaq vaxtı, ayağa qalx. Elə bu zaman Erikin gözünə nəysə parladı və o yolun adamlar kimi ağır-ağır ayağa qalxdı. Aparıcı auditoriyaya müraciət etdi. Xanımlar və cənablar, siz Erikə suallar verə bilərsiniz. Hamı susurdu. Nəhayət bir nəfər cəsarətini toplayıb robota yaxınlaşdı və soruşdu. Erik, saat neçədir? Onu Elşad desin. Erik, saat neçədir? 3:52. Auditoriya hamı saatına baxdı. Hamı saatına baxsın. Hamı saatına baxdı. Hər kəsin gözündə təəccüb və heyrət var idi. Saati doğru demişti. Alqışlayaq robotumuzu. Süsəni alqışlayaq. İsmail'i alqışlayaq. Elşad'ı alqışlayaq. Auditoriya öz-özünü alqışlasın. Təşəkkürlər.